İndi deyəcəksiniz ki, badımcan sırdağına soğan vurulmur. Sizlər vurmaya bilərsiniz, amma mən rəhmətlik anamın üsulu ilə hazırlayıram. Rəhmətlik anam hər zaman badımcan sırdağını bu üsulla hazırlayırdı ki, mən də illərdir bu üsulla hazırlayıram və biz bu üsulla hazırlanan sırdağı daha da çox bəyənirik. Əvvəlcə tumsuz badımcanları qəşəng fal-fal doğrayıb bitki yağının içərisində bişirirəm. Duz vurmamışam hələ. Badımcanları hamısını 200-də qızartdıqdan sonra soğan və bir qədər sarımsaq əlavə edirəm tavanın içərisinə. Biraz kəri yağı da əlavə edirəm. İstifadə edəcəyiniz pomidorlar iridirsə fal-fal da doğraya bilərsiniz. Yox, kiçik ölçüdədirsə mənim kimi ortadan 2 yerə də bölə bilərsiniz. Pomidorları da soğanın, sarımsağın üzərindən tavaya düzürük. Üzərinə duz əlavə edirik və qızartdığımız badımcanları da üzərinə düzüb, xırda-xırda doğranmış yenə də bir qədər soğan və sarımsağı da istəsəniz həm xırda şəkildə doğraya da bilərsiniz, sarımsaq əzəndən sıxa da bilərsiniz. Sonda üzərinə yenə də biraz duz və qara istiot əlavə edirəm. Bir də doğradığım ağ reyhanlardan üzərinə əlavə edib, qapağını üzərinə yerləşdirib, ocağımızın orta atəşində tam hazır olanadək bişirirəm. Əvvəlcə pomidorlar bir qədər öz suyunu çıxardacaq. Artıq gördünüz ki, pomidorlar öz suyunu çıxardıb, qapağını üzərindən götürürsünüz və qapaqsız, üstü açıq vəziyyətdə bu cür tam yağa düşənə qədər bir qədər də bişirib ocaqdan götürürük. Bu qədər sadə və asan, hazırlayanlara nuş olsun, göz haqqınızı halal edin. Hələlik.